22 dəfə stimulyasiya olan bir pasiyentim var idi. Azərbaycanda olur bunların hamısı bu arada. Stimulyasiya nə deməkdir? Yumurtanın yetişdirilməsi isə qeyd alınacaq bu ay yoxla deyilməsidir. Alınmamışdı. Normalda 2 dəfə, 3 dəfədən artıq edilmir. Onda da uşaqlığın içində yenə başqa bir qüsur vardı. Həll oldu, öz başına hamilə qaldı. Məsələn, bu mənə soruşsa möcüzədir. Siz müdaxilə etmədən onu müalicə elədiniz? Bəli, sadəcə uşaqlığın içini müalicə elədik, getdi öz başına hamilə qaldı. Yəni biz 50 dəfə də eləsəydik tutmayacaqdı. Hətta süni mayalanma eləsəydik də bu insanda tutmayacaqdı. Yəni bizim işimizin təməli budur. Yəni vətəndaşa ən qısa yoldan, ən uyğun, ucuz bir şəkildə övlad sahibi eləməyə çalışmaqdır yəni. Onda belə çıxır ki, sizə müraciət edən şəxslər ağıllarında onu tutmamalıdırlar ki, ruslar yazır ki, rебенок в пробирке. Tüpün içində. Nəyin içində? Tüpün içində. Tüpün içində hazırlanmış uşaq. Yəni ağıllarında onu tutmamalıdırlar. Sadəcə onlar bir növ müalicəyə gəlirlər. Ola bilsin ki, süni mayalandırma edilmədən onda hər hansı bir nöqsan və ya da problem varsa o aradan qaldırılacaq və özü təbii yolla da. Hətta mən sizə belə deyim, nə qədər pasiyenti süni mayalanmasız hamiləlik əldə eləyiriksə və uşaqları görürsə, bu bizim daha uğurlu olduğumuzu göstərir. Məsələn, paradoksal gəlir, deyilmi? Çünki süni mayalanma son çarəmizdir. Süni mayalanmada artıq bir çox şeyə nəzarət elədiyimizə görə mövzuya biz dominə eləyirik. Bizim nəzarətimiz altında çox şey var. Amma geri qalan şeyləri, məsələn, sadə bir müalicə ilə düzəldi, sadə bir dərmanla düzəldi, sadə bir əməliyyatla düzəldi dediyiniz şeylər işin gerçək həkimlik hissəsidir və biz onu etməmiz lazım. Bizlər də sonsuzluq mütəxəssisiyik. Yəni sonsuzluqla məşğuluq. Qısacası adımız süni mayalanmaçıya çıxıbdı deyə bunu da çox görürəm. Çünki deyir ki, gəl biz müalicəsini eləyək, süni mayalanma istəsən Eminə göndərərik deyir. Emin sadəcə süni mayalanma həkimi deyil.